İran Müdafiə Naziri General Əziz Nəsirzadənin 20-21 may tarixlərində İrəvana rəsmi səfəri zamanı iki ölkə arasında hərbi əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bununla da İranın Ermənistana son illər ərzində hər vəclə gizlətməyə çalışdığı hərbi dəstəyi açıq müstəviyə keçib və İran rəsmən Ermənistanı silahlandıran Fransa, Hindistan, Yunanistan üçlüyünə qoşulub. Ən maraqlısı budur ki, Tehranla İrəvan arasında hərbi anlaşma Azərbaycan və İran hərbçilərinin erməni işğalından azad edilmiş Qarabağ ərazisində Araz 2025 adlı birgə hərbi təlimlərinin keçirildiyi günlərdə əldə olunub. Bu da İran hakimiyyətinin Cənubi Qafqazda illərdən bəri yürütdüyü Ermənistan ağırlıqlı, ikibaşlı və ikiyüzlü siyasətindən əl çəkmədiyini göstərir. Son illər İranın Ermənistana müxtəlif növ silahlar, o cümlədən tank əleyhinə raketlər və müxtəlif dronlar verdiyi barədə xəbərlər yayılıb. Həmçinin ötən il İranla Ermənistan arasında 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalandığı barədə məlumat üzə çıxıb.